Hamını salamlayıram, axşamınız xeyir əziz dostlar. Alanya'nın tam mərkəzindəyəm. Bugün 28 may 2026-cı il. Azərbaycan üçün önəmli gündür, milli müstəqillik günüdür. Bu münasibətlə bu videonu çəkirəm və inşallah Alanya'nı axşam vaxtı sizə göstərəcəm. Alanya'da da hal-hazırda bayram günləridir, Qurban Bayramı günləri davam edir. 9 gün iş günü olmadı və o günlər hələ də davam edir. Və ona görə burada çoxlu insanlar var. Saat hal-hazırda 11:00 olmasına baxmayaraq gecə həyatı indi başlayır. Bütün regionlardan Alanya'ya axın yerli turistlər, xarici turistlər gəlmişdir. Bura Atatürk meydanıdır. Tam Alanya'nın mərkəzi. Orada Mustafa Kemal Atatürk'ün heykəlidir. Yurtda sulh, cihanda sülh və imzası olan bir heykəl var. Arkada Alanya Belediyəsinin keçmiş binasıdır. İndi bu ərazilərdə biraz gəzəcəm. Sonra isə Barlar Sokağına gedəcəm. Baxaq orada nə var, nə yox. Oradan isə ayrı video çəkərəm. İndi Alanya'nın əsas Atatürk caddəsinə doğru gedəcəm. Baxaq orada nə var və müstəqillik günü haqqında qısa məlumat verəcəm əziz dostlar. Deməli 1917-ci ildə Çar devrildikdən sonra inqilab vasitəsilə devrildi və 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan Cumhuriyyəti quruldu. Bu şərqdə ilk dünyavi demokratik bir dövlət idi. Bütün Türk dünyasında və müsəlman aləmində ilk demokratik dövlət Azərbaycanda qurulub. 18-ci ilin bu günü, mayın 28-i Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi və öndərliyində qurulmuşdur. Amma ömrü uzun olmadı. Bir ildən sonra yenidən Bolşeviklər Azərbaycanı işğal elədilər və əsarətə aldılar. Amma bu bir ərzində çox böyük dəyişikliklər oldu. Elə 1918-ci il mayın 28-dən müstəqillik elan olunduqdan sonra Azərbaycanı rəsmi olaraq ilk tanıyan dövlət Osmanlı oldu. Osmanlı 4 iyunda Azərbaycanı rəsmi olaraq tanıdı. Sonra 9 noyabrda yenə də Məhəmməd Əmin Rəsulzadənin təşəbbüsü ilə milli üç rəngli bayrağımız qeydə alındı. Milli bayrağımız rəsmiləşdirildi. Yəni bir sıra işlər görüldü, amma ölkə yeni olduğundan, zəif, gücsüz olduğundan yenidən Bolşeviklər Azərbaycanı işğal elədi. Ta ki 1991-ci ildə yenidən müstəqillik qazanana qədər. Və qısa olaraq müstəqilliyimizin tarixinə baxanda dost düşmən kim olduğunu da burada bu qısa cümlələrdə görmək olur. Kim bizi rəsmi tanıdı, kim bizi işğal elədi, hamısı bu tarixdə öz yerini tapır. Burası isə Alanya'nın mərkəzidir. Baxın, saat 11 olmasına rəğmən insanlar istirahat edir. Kafelər, restoranlar, otellər doludur. Yerli və xarici turistlər axın Alanya'ya gəlirlər. Gözəl bir görüntülərdir. Alanya'nın mərkəzi çox gözəl təmir olunub. İnşallah bu haqda ayrıca video çəkərik. Burada belə ara küçələr də var. Ara küçələrdə də kafelər, restoranlar, qəşəng əyləncə məkanları. Belə əziz dostlar, bəli 28 may müstəqillik günü münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. İnşallah müstəqilliyimiz daimi və əbədi olsun deyirəm. Və Atatürk caddəsi ilə üz yuxarı gedirik. Bu isə bizim əşya bazarıdır. Çox böyük bazardır. Orada gəlsəz, Alanya'ya gəlsəz, orada baş çəkin. Maraqlı vaxt keçirəsiniz. Bəli, istirahət günlərindən faydalanan insanlar axın turizm bölgələrinə üst tuturlar. Onlardan biri də Antalya, Alanya'dır. Ona görə saatin gec vaxtlarında belə çox izdiham var. Maşınlara baxın. Yollar demək olar ki, digər region nömrələri ilə doludur. Baxın, 38, 35 hamısı başqa regionların maşınlarıdır. İstirahətə gəliblər. Bizə də əl sallayırlar. Bazar baxın belə müxtəlif girişləri var. Hər yerdən bazara daxil olarsınız. Çox böyükdür.
Alanya dəyişir, inkişaf edir, gözəlləşir. Siz də Alanyada öz yerinizi ala bilərsiniz, ev, mənzil, villa sahibi ola bilərsiniz. Bunun üçün mənimlə əlaqə saxlamağınız kifayətdir. Bir həftə içində sizi Alanyada mənzil sahibi edərik inşallah. Mağazalarda geç saatlara qədər açıqdır, adam çoxdur. Şurası darlaşacak. Değişik görünüyor. Bu mənzərə Alanyada hər il bayramlarda təşkil olunur. Əsasən də uzun tətil vaxtı alınanda insanlar rahat şəkildə 5 gün, 1 həftə istirahət edirlər. Mən maşını saxlamaq üçün buraya hardasa 4-5 kilometr uzaqda yer tapa bildim. Təcili yardım getdi köməyə. Maşınların əlindən keçə bilmirdi. Birazdan Barlar Sokağına gedəcəyik. İnşallah növbəti videoda izləyərsiniz. Hər il Barlar Sokağını çəkirəm. Məncə orada saat 11-də başlayır musiqi. Məncə orada adam çox olacaq. Artıq may ayının son günləridir, 28 may. İyun gəlir, istilər başlayır. Bundan sonra Alanyada çox gözəl istilər olacaq. Hal-hazırda temperaturlar gündüzlər 25-28 dərəcə arası dəyişir. Mən isə buradan sola dönürəm və bu yolla gedirik Barlar Sokağına tərəf. İnsanlarda əhval-ruhiyyə gözəldir. Hamı istirahət havasındadır. Gözəl geyinib, keçinib, gəzməyə çıxıblar. Və mən bir daha bütün Azərbaycan xalqını Milli Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edərək bu videonu burada bitirirəm. İnşallah gələn videolarda görüşənədək sağ olun, var olun.